Məhəmmədcan, Can. sən də gedirsən, yoxsa qalırsan kəndimizdə? Qalıram Züleyxacan. Bəli. Cüce demək istədim. Sən mənim cücəmsən. Sən mənim fərəmsən. Züleyxa. O, kadro şöbəsidir. Aparatda yolda sürüm oldu. 3-cü sahədən Əhməd Əliyovu təcili göndərin yanıma. Salam dostlar. Bugün Azərbaycan kino və teatr tarixinin ən sevilən aktyorlarından biri olan Lütfəli Abdullayev haqqında çoxlarının bilmədiyi maraqlı və gizli qalan faktlardan danışacağıq. Bu bağa. Bu bağa, bu baxşiyə, bu bağa, bu bağa. Səhnədə insanları güldürən bu böyük sənətkarın həyatında hansı çətinliklər vardı? Onun haqqında illərlə gizli qalan həqiqətlər nə idi? Videonu sona qədər izləyin, çünki eşidəcəkləriniz sizi təəccübləndirə bilər. Lütfəli Abdullayev 1914-cü ildə dünyaya gəldi. Uşaqlıq illəri çox ağır keçmişdi. O dövrdə Azərbaycanda həyat şəraiti çətin idi və ailələr dolanmaq üçün böyük əziyyət çəkirdi. Kiçik yaşlarından işləməyə məcbur olmuşdu. Bəzi mənbələrdə onun müxtəlif fiziki işlərdə çalışdığı qeyd olunur. Aktyorluq isə onun uşaqlıq arzusu idi. Amma həmin dövrdə aktyor olmaq indiki kimi məşhur və gəlirli peşə sayılmırdı. Buna baxmayaraq, o səhnəyə olan sevgisindən vaz keçmədi. Torun evindən narahat eləyirlər, gəlib əmanətinizi apara bilərsiniz. Elə bu saat, sağ olun. Məhəmməd! Məhəmməd! Can Məhəmməd, can. Məhəmməd, toyuq qızartmışam, gəl gedək yeyək. Toyuq, fermadandır. Boy, nə danışırsan? Yox, öz həyətimdəndir. Hə, onda yiyərəm. İlk dəfə teatrlara gələndə çoxları onu ciddi qəbul etmirdi. Çünki daim zarafat edən, şən danışan biri idi. İnsanlar düşünürdü ki, bu adam yalnız məclislərdə gülüş yarada bilər. Lakin o, qısa müddətdə inanılmaz istedadını göstərdi. Səhnədə o qədər təbii oynayırdı ki, tamaşaçılar onun aktyor olduğunu unudurdu. Elə buna görə də xalq onu özündən biri hesab edirdi. Onun ən böyük uğurlarından biri Ulduz filmi oldu. Bu film yayımlandıqdan sonra Lütfəli Abdullayev daha böyük şöhrət qazandı. İnsanlar küçədə onu gördükdə film qəhrəmanı kimi müraciət edirdi. Hətta bəzi tamaşaçılar onun real həyatda da filmdəki kimi biri olduğunu düşünürdülər. O dövrdə televiziyanın yeni yayıldığını nəzərə alsaq, bu qədər məşhur olmaq çox böyük hadisə idi. Maraqlı faktlardan biri də onun improvizasiya bacarığı idi. Deyilənə görə bəzi səhnələrdə ssenaridə olmayan sözləri özü əlavə edirdi və həmin anlar o qədər uğurlu alınırdı ki, rejissorlar onları filmdən çıxarmırdı. Bu xüsusiyyət hər aktyorda olmurdu. Çünki improvizasiya etmək üçün həm yüksək zəkaya, həm də güclü səhnə hissinə sahib olmaq lazım idi. Amma şöhrət onun həyatını tam dəyişmədi. O dövrdə aktyorların qazancı çox az idi. Bugünkü məşhurlar kimi dəbdəbəli həyat yaşamırdılar. Lütfəli Abdullayev də sadə həyat sürürdü. Teatra sevgisi onu illərlə səhnədə saxladı. O pul üçün deyil, sənət üçün yaşayırdı. Sevgi, eşq. O nə olan şeydir? Məhəmməd. Başa düşmədin? Yox, düşmədim. Bu saat səni başa salım. Göz qaralır, baş fırlanır, adam solur eşqdən. Gör dünyada nələr olur eşqdən. Mən də sərbəst bir adamam, yoldaşam qadınlara. Polad kimi ürəyim var, sevgi hara, mən hara. Adın nədir? Züleyxa. Aşk olmasan ki? Yox, ha! Heç bilirsən aşk elədir kişilərin kələyi. Heç bilirsən aşk elədir kişilərin kələyi. Mən sevirəm o adilə mücrə yalan deməyi. Qadın kişi bərabərdir, sevgi nədir, aşk nədir. Avaralıq eləmək üçün bunlar bir bahanədir. Adın nədir? Məhəmməd. Söz mü sözdür? Əlbət. Ən təsirli məqamlardan biri isə budur ki,
İnsanları güldürən aktyorun şəxsi həyatında çoxlu kədər olduğu deyilir. Onu yaxından tanıyan bəzi şəxslər bildirirdi ki, səhnədən kənarda çox sakit və düşüncəli insan idi. Bu, bir çox komediya aktyorlarında rast gəlinən xüsusiyyətdir. Onlar səhnədə hamını güldürür, amma daxildə öz ağrılarını gizlədirlər. Yaşlandıqca səhhətində problemlər yaranmağa başladı. Buna baxmayaraq, səhnədən uzaqlaşmaq istəmirdi. Çünki teatr onun həyatı idi. Son illərinə qədər sənətə bağlı qaldı. 1973-cü ildə Lütfəli Abdullayev dünyasını dəyişdi. Amma onun yaratdığı obrazlar bugün də yaşayır. Azərbaycan kino tarixində onun kimi təbii və xalqın qəlbinə yaxın aktyorlar çox az olub. Əziz dostlar, videonun sonuna qədər izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Əgər bu cür maraqlı və bilinməyən faktların davamını istəyirsinizsə, videonu bəyənməyi, fikirlərinizi şərhlərdə yazmağı və kanala abunə olmağı unutmayın. Yeni maraqlı videolarda görüşənədək özünüzə yaxşı baxın. Hələlik. Gör, harda edin, hara gəlir. Onun da səbəbi bu zəhrimar. Murtuz qardaş, sən mənim dərdimi çəkmə, canağa fikir ver. Əşi, bu xarabada bir həftə qatır kimi dırnaq sarırıq. Yəni, bir gün keç çəkməkdə olmaz. Yoldaş Kefçilov, Koptorgun məktubuna cavab verdiniz. İşkili qutarıq. Özünüz bilin. Bax, əlcan, dilcan canıb dilimə də vurmamışam, inanmırsan? Hey, aşı, nəfəsini içəriyə çəkirsən. Allah sənə lənət eləsin. Vallahi, bu işdən də səni çıxarsalar, bilmirəm necə dolanacaq. Kimin də həddi var? İş vaxt düşmürəm ki, xalqa nə daxlı var? Yaxşı, yer get. Aşı büdürləyirsən ki, gözdə hamamda yıxılıb, qol qabrığını sındırmayasan. Kevçilov yıxılmaz, bidirriyər, amma yıxılmaz. Arvad, yaxşı bir çay dəmlə, gələk bıraq uşaqların sağlığına. Yaxşı, yer. Dərədə köykar çıxar. Mədəniyyətsizin biri. Statistinci. Hoş gördük Kefçilo. Çoxdanlı görükmürsən. Bu nəyin başdır? Bu nə süs sifət? İstadıblar. İstadıblar. Yaxşı da görüm harada işləyir. Əşi, nə deyirlər adı? Ad from Tom. Yaxşı, aydın oldu. Yaxşı, məni bağışla, mən tələsirəm, hələlik. Bravo, çoxdandır görüşmürük. Gedək 100 bırak, sonra gedək. Yo, əvvəl 100, sonra 200, sənin xəsiyyətə belədəm də. Yaxşı görüm harada? Hamma gedirəm. Hamma gelsən, onda məni bağışla. Mahir tələsirəm. Dostum Moskvadan gəlir, onu qarşılamalı. Bravo, sənin dostun, mənim dostum. Gedək bir yerdə qarşıya. Gör sənin başı onu necə ucaldır. Bəs hamam? Əşi, hamam qaçmır ki. Ay, sən Kefçilo, gedək. Bax, odur mürşid. Tanıdım, bunu tut görüm. Vətəndaşlara gedirik, qayıdın derim. Ay, hoş gəlmişsən, səfa gətirmişsən, buyur. Kefçilo. Hə, O değil, o bursıdır. əşi, bəni ver görüm. Sağ ol. Buyur. Bilməyəcək. Gələ bilməyəcəksən, canın sağ olsun. Arağımız var. Çaxırımız var. Yeməyimiz var. Bu baxalda içək yoldaş Mürşidov. Mürşidov'un sağ olun. Sağ ol yoldaş Mürşidov.